سیاست‌های خارجی هست که میخوان نفاق بندازن بین گروه‌هایی در مملکت ما که زبان مختلف دارن یا دین مختلفی دارن، ولی یه عده‌ای هم ممکنه جاه طلب باشن که تو این بازی بیفتن. ولی بدونید که آینده ایران بس ایران یک پارچه بمونه. به هموطنانم در آذربایجان میگم یاد ستارخان و باقرخان باشید. فردای ایران همه زبان خودشونو خواهند داشت، مذهب خودشونو خواهند داشت، همونطوری که ما احترام میذاشتیم به تمام مذاهب و به تمام زبانها، و مملکت ما باید یک پارچه بمونه و در دام دسیسه‌های خارجی نیفتن. این خیلی خیلی مهمه. اگر یک گروهی هستن به دلایل مختلف ظلم و ستم و بی احترامی میکنن به بعضی از مناطق، اینها هستن. اینها که برن و خواهند رفت موقعیت عوض میشه و اگه ایرانی قوی باز بمونه در آینده باید همه ما متحد باشیم. Birlik səadət, birlik azadlıq, birlik xülyalar və sonluq isə 20-ci əsrin böyük faciələrindən biri sayıla bilər. Düzdür, dünyanın böyük dövlətləri bunu görməzlikdən gəldilər, naləni eşitmədilər. 25 min insan qanına qəltan edildi. Adamları təndirə atıb üstündə çörək pişirdilər. Ayaqlarını nallayıb qaçmağa məcbur elədilər. Hörgüyə hörüb sementlədilər. Bu izlədiyiniz kadrlardakı insanların çoxunu dara çəkdilər. Dara çəkilənlərin arasında az yaşlı uşaqlar da vardı. Şah qoşunu ilə Ərdəbilə girəndə bir Azərbaycanlını qabağında qurban kəsdilər. Bunlar faktdır. Bunlar tarixdir. Ümidlə, kitabla, qələmlə bir xalqa yaşamaq öyrədə bilməzsən, ölməyi öyrədə bilməsən. Ərk qalasında 18 zabit ölənəcən döyüşdülər. Bu oğulların içində bir oğul var. Edam olunanda 28 yaşı varmış. Azərbaycanın baş prokuroru Firidun İbrahimi. Bir vaxtlar oxuduğumuz Gələcək Gün romanının qəhrəmanı, xalqa ləyaqətlə ölməyi öyrədən oğul. O günün gələcəyinə inanmaq istəyirəm. Firidunun məzarı üzərində abidə qoyulacaq günün. Firidun kimi oğulların yenə də doğulacağı günün gələcəyinə inanmaq istəyirəm. 79-cu ildə İslam inqilabından sonra mühacirətə getməyə məcbur olan şah, bir il sonra qürbətdə can verəndə, görəsən bu zülm verdiyi insanların kabusu onu incidirdimi?